3-cü zona 9-cu siniflər sizdən imtahanın necə olması barəsində proqnoz gözləyirlər. Proqnozumuz müsbətdir bir neçə səbəbə görə. Əziz izləyicilər, kanalımıza abunə olsunlar, mən də izah eləyim. Birinci, 3-cü zona abituriyentlər daha çox hazırlaşma müddətinə sahib olublar. İkinci səbəbimiz budur ki, 3-cü zona abituriyentlərimiz həm birinci, həm də ikinci zonanın imtahan sualları ilə tanışdırlar. Üçüncü səbəb budur ki, həmin imtahan suallarının asan olduğunu görüblər. Bunlarda bir əminlik yaranıb. Dördüncü səbəbimiz budur ki, artıq bu imtahanlar haqqında o qədər danışılıb ki, imtahan həyəcanı, stresi nisbətən də olsa zəifləyib. Bir əsassız qorxu var. Bəzi insanlar şaya yayırlar ki, 3-cü zona çətin olacaq. Bunun heç bir əsası yoxdur. Bunu iddia edənlər hansısa bir sübut gətirib ortaya qoya bilmirlər. Ona görə də yalançılara inanmayın əziz dostlar. Peşəkar mütəxəssislərə inanın, onların səhifələrini izləyin. Hər birinizə uğurlar.